Salam əziz yoldaşlar, hər vaxtınız xeyir olsun. Biz sizinlə Paradoks Tədris Mərkəzində təşkil olmuş OTK-nın blok sınaq imtahanının ədəbiyyat suallarının izahına baxacağıq. Deməli, bundan əvvəl də Azərbaycan dili suallarının izahı kanalda paylaşılıb. Əgər maraqlı gəlirsə, girib izahlara baxa bilərsiniz. Bir də ki, yoldaşlar, bizim əyani dərslərimiz keçilir Cəlilabad rayonunda. Əgər dərslər haqqında maraqlanmaq və ya dərslərə qoşulmaq istəsəniz 051 460 05 45 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonun bir faydası dəyərsə bəyənməyi və kanala abunə olmağı unutmayaq, zəhmət olmasa. Nizami Gəncəvizin Sultan Səncər və Qarı əsərində Darğa qarını ittiham edirdi. Axtarılan qatili izlədi deməkdir. Cavabımız ilə olur A variantı. Sonra ağıllı uşağın ağlının məzmun əsasının səbəb-nəticə əlaqəsinin pozulduğu bəndi müəyyən edin. Səbəb, xanın göndərdiyi adamlar hiləyə atırlar. Nəticədə qocalar inanıb xoşluqla kəndə çıxırlar. Xoşluqla çıxmırlar. Yarı xoş, yarı zor gedirlər. Cavabımız elə olur A variantı. 63-də doğru fikri müəyyən edin. Mahnılar digər lirik folklor nümunələrlə müqayisədə daha qədim tarixə malikdir. Yanlışdır. Həcminin kiçik olması bayatların ifadə etdiyi mənanı da məhdudlaşdırır. Xeyr. Kiçik olsa da mənası geniş olur. Laylalar körpəsini əyləndirən, əzləyib oynadan anaların oxuduğu nəğmələrdir. Bu yanlışdır. Bu oxşamalara aiddir. Laylalar da körpəsini yatırılmaq üçün oxunan nəğmələrdir. Mərasim nəğmələri xalqın məişəti və güzəranı ilə sıx bağlıdır. Bəli, cavabımız olur D variantı. Sonra 64-cü sualda Kitab-ı Dədə Qorqud eposunda təbliğ olunur. Vətən sevgisi, kafirə qan utdurmaq. Təbliğ olunmur. El-obaya hörmət. Bəli, 1, 3. Elə 4 olacaq. 1-də 1-3 ilə olan B variantıdır. Tənqid olunur. Düşmənin qarşısında qorxaqlıq göstərmək. Bəli, tənqid olunur. Cavabımız olur B variantı. 65-də cümlə necə tamamlansa yaranan fikir həqiqət təşkil etdirər. Qoşma və müxəmməs janrların birləşdən ortaq xüsusiyyətdir. Həm heca, həm də əruz vəznində yazılır. Qoşma əruzda yazılmır. Hər misrada 11 hecadan istifadə olunması müxəmməsə aid deyil. Son beytdə müəllifin adını verməsi. Bu da ortaq deyil. Şeir vahidinin el olması. Bəli, şeir vahidi ikisində də bənddir. Ona görə D variantı uyğundur. 66-da ağıllı uşaq dərzi şagirdi Əhməd. Uyğunsuzluq istəyir. Deməli, baş qəhrəman suallara cavablandırmaq üçün kömək alır. Bu doğrudur. Əsərdəki mənfi qüvvələri baş qəhrəman əli ilə cəzalandırır. Bu yanlış 2. Dərzi şagirdi Əhməd aid olduğu janr ədəbiyyatımızda nəsr formasında yaranır. Deməli, yoldaşlar, ağıllı uşaq da dərzi şagirdi Əhməd də nağıldır. Bunlar nəsr formasında olur. Bu 3 ortaq xüsusiyyət kimi verilməlidir. Amma verib yalnız dərzi şagirdi Əhmədə. Deməli, səhv yerdə yazılıb. Cavabımız olur 2, 3. Yadelli obrazda iştirak edir. Dərzi şagirdi Əhməddə. Bəli, o, məsələn, filan padşahın vəziri gəlir. Orada var. Ustadnamə ilə başlayıb ənənəvi sonluqla bitir. Yanlışdır. Bu dastanlara aid olan xüsusiyyətdir. 2, 3, 5. Cavab olur C variantı. Sonra 67. Aşıq yaradıcılığı haqqında verilmiş fikirlərdən hansı yanlışdır? Deməli, aşıq şeirlərində xalqın ictimai problemi də öz əksini tapır. Doğrudur. Dastanlar da aşıq yaradıcılığının məhsuludur. Bəli. Qoşma gəlirdə bayatı aşıq yaradıcılığının ən geniş yayılmış janrlarıdır. Bu da doğrudur. Aşıqlar yaradıcı və ifaçı aşıqlar onları 2 qrupa bölünür. Doğrudur. Beytlərlə yazılan aşıq şeir janrlarına rast gəlinir. Beyt yox, bəndlər formasında yazılır. Cavabımız olur E variantı. Xan Sarayı əfsanəsi ilə bağlı klasteri tamamlayan fikirləri müəyyən edin. Forma xüsusiyyətlərini istəyir bizdə. Epik növdədir. Əsl sənət qiymətlidir ideyası irəli sürülür. Bu forma deyil, məzmundur. Aid olduğu ədəbi növ yalnız nəsrlə yazılır. Xan Sarayı əfsanədir. Bəli, doğrudur bu. Yalnız nəsrlə yazılır və forma xüsusiyyətidir. Həyata əks etdirmə üsulu təhkiyə əsaslanır. Yox. Baxın, yoldaşlar, 2 səhvdir. Niyə? Deyir ki, aid olduğu ədəbi növ deyir bizə. Yalnız nəsrlə. Ədəbi növ hansıdır? Epik növdür. Epik növdə nəzm də var, nəsr də var. Janr olsaydı bu doğru fikir olardı. Aid olduğu janr yalnız nəsrlə olur desəydi bu doğrudur. 3-də həyata əks etdirmə üsulu təhkiyə əsaslanır. Bəli, bu doğrudur. Ustanın etirazı əllərin kəsmə səbəb olur. Bu forma deyil, məzmundur. Vahid süjet xətti olan toponimik əfsanədir. Bəli, doğrudur. 2, 3, 5 olacaq cavabımız. C variantı. 3, 5. 69-da bayatı rübaya. Bir bəndi dördlükdür. Bax, bir doğru fikirdir, amma ortaq xüsusiyyətdir də. Ona görə
Burada yazılmağı səhvdir. Biri götürmürük. Heca vəznində yaradılır. Bəli, bu ayətə doğrudur. 2. 3-də lakonik janrlardır, yəni qısa janrlardır. Bir bəndlidir. Bu da doğrudur. Ortaq verib. Çarpaz qafiyələnir, yanlışdır. Çarpaz qafiyələnmə yoxdur bunlarda. Bədii təfəkkürün məhsuldur. Deməli 5-də yanlışdır. Niyə? Çünki 5 ikisinə də aid olan xüsusiyyətdir. 5-i çıxırıq. Yazılı ədəbiyyat nümunəsidir. Bəli, rübai əruz vəzninin də yazılır və yazılı ədəbiyyat nümunəsidir. 2, 3, 6. Cavabımız olur D variantı. Sonra Basatın Təpəgözü öldürdüyü boydakı hansı hadisə digərlərindən sonra baş vermişdi? Dədə Qorqudun Təpəgöz ilə sövdələşməsi, Basatın qılıncsız qılıncı əldə etməsi, Təpəgözün Qazan xanı məğlub etməsi, Günbəzdən 7 qapının açılması, Təpəgözün öz üzüyünü Basata verməsi. Bu ən axırda B variantı baş verir. Qılıncsız qılıncı əldə edir və elə qılıncla öldürür. 71-də Nizami Gəncəvi poemaların birləşdirən ortaq cəhətlərdir. Humanist ideyalar, tarixi mövzulara müraciət xeyir, şərəf pisliklərə nifrət. Cavab elə olur 1, 3, yəni D variantı. 72-ci sualda. Deməli, uyğunsuzluq istəyir. Misralarda hecaların sayca bərabərliyi heca vəzninin vacib tələblərinədir. Bəli, doğrudur və doğru yazıb. Sərbəst şeirdə misraların quruluşunda qafiyə sistemində sabit qaydaları var. Sabit yox, dəyişkəndir. Yanlışdır və yanlışa yazıb. Ona görə bu da doğrudur. Əruz vəznində misra daxili bölgü zamanı söz parçalanır bilər. Bu doğrudur və doğruya yazıb deməli götürürük. Azərbaycan ədəbiyyatında əruz vəzninin tarixi daha qədimdir. Yanlışdır. Heca vəzni daha qədimdir və yanlış verib. Deməli bu da doğrudur, uyğunluqdur. Bütün şeirlərdə rədifdən istifadə mütləqdir. Bu yanlışdır, amma verib doğru kimi. Deməli bu uyğunsuzluqdur. Cavab olur 5, yəni A variantı. 73-də İskəndərnamə poemasına aid olan doğru fikirlər müəyyən edin. Müəllif baş qəhrəmanı nə qədər ideallaşdırsa da onun qüsurlarını da gizlətmir. Bəli, doğrudur. Hadisələr tarixi faktları təhrif etmədən təqdim olunur. Yanlışdır. Tarixi faktlar təhrif olunub. Ədalətli hökmdar obrazı ilə zalim və qəddar ölkə başçıları qarşı-qarşıya qoyulur. Bəli, doğrudur. İskəndər səfər etdiyi heç bir ölkədə təkallahlığı sitayiş olunmur. Yanlışdır. Baş qəhrəman eyni zamanda elmin inkişafına müstəsna xidmət etmişdir. Bəli. 1, 3, 5 olmalıdır cavabımız. O da E variantı. 74-də Nizami Gəncəvinin Yaralı uşağın dastanı əsəri ilə bağlı verilmiş yanlış fikir müəyyən edin. İnsanın yalnız ağıl və zəka ilə parlaya biləcəyi vurğulanır. Doğrudur. Ağıllı baş bəla çəkməz deyə təbliğ olunur. Bu da doğrudur. Əxlaqi tərbiyə məzmununda da doğrudur. Çox şaxəli süjet xəttinə malikdir. Yanlışdır. Cavab olur D variantı. 75-də Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyla bağlı uyğunsuzluğu müəyyən edin. Oğlunun dalınca gedən Qazan geri dönmür. Burla xatun 40 incə belli qız oğlanla Uruzu tapmağa yollanır. Bu doğrudur. Qazan bəy oğlunu hələ ad qazanmadığına görə günahlandırır. Uruz atası Qazana ona heç nə öyrətmədiyini haqqında şikayətini söyləyir. Bu da doğrudur. Uruzun qoyduğu yerdə tapa bilməyən Qazan bəylərdən onun hara getdiyini soruşur. Bəylər Qazana Uruzun əsir düşdüyünü deyirlər. Bu yanlışdır. Çünki burada deyir ki, bəylər deyir ki, belə deyir də, oğlan ürəyi quş ürəyidir, qaçıb anasının yanına gedib yəqin ki. Ona görə C variantı olacaq cavabımız. 76. Ağıllı uşaq nağılı ilə bağlı hansı hadisələrin yeri dəyişdirsə arzuluq bərpa olunur. Əhmədin qocanın bacısına kömək etməsi, çobanın xanın keçisi haqqında məlumat verməsi, Əhmədin kəndin çobanından qoyun dərisi istəməsi, kənd cəmaatı Əhmədə dəvə və keçi verməsi, Əhmədin xanla şərt kəsməsi. Bax elə burada 2 ilə 3-ün yeri dəyişməlidir. Əhməd kənd çobanının yanına gəlir, qoyun dərisini alır, keçir xanın çobanı tərəfə. Ona görə 2 ilə 3-ün yeri dəyişməlidir. Birinci 3 burada yazılmalıdır, sonra 2-dəki fikir burada yazılmalıdır. Cavab olur B variantı. 77. Nizami Gəncəvinin İskəndərnamə poemasının baş qəhrəmanı İskəndər haqqında doğru fikirləri müəyyən edin. Nitqi, yəni danışığı. Yalançı elçilik edərkən tülkünün aslandan xəbər gətirməyəcəyini bildirir. Bu doğrudur. Daranı hindli quldur adlandırır. Yanlışdır. Belə bir şey yoxdur. 1. Əməli. Daranın sərkərdələrin onu öldürmələri üçün təklif göndərir. Bu yanlışdır. Daranın sərkərdələri özü onun yanına gəlir. Getdiyi ölkələrdə ədaləti bərqərar bəli. 1, 4. Təkəbbürlü və kinlidir.
Səhvdir. Ədalətli və xeyirxahdır. Bəli, xarakteridir. 1, 4, 6. Yəni C variantı. Cümləni tamamlaya bilən fikri müəyyən edin. Bədii əsərin mövzusu. Müəllifin qələmə aldığı hadisə haqqında gəldiyi qənaətdir. Bu ideyadır. Əsərin ideyası ilə bağlı həyat hadisəsidir. Bəli, cavab olur B variantı. 79. Cədvəldə hansı fikirlərin yer dəyişsə uyğunluq bərpa olunar? Metafor işlənmişdir, təşbih işlənmişdir. Deməli, illər məni uzatdı, illər məni qocaltdı. Burada metafor işlənib, bu doğrudur. Dəyişməyə ehtiyac yoxdur. Anamız təbiət özü bir bahar, əkmişdir sahilə bu ağacları. Baharın əkməyi, anamız təbiət özü bir bahar, əkmişdir sahilə bu ağacları. Deməli, burada metafor var. Mən şirin ləhcəli bir bülbüləm ki, güllərdən küsərəm, səndən küsmərəm. Şirin ləhcəli bülbülə bənzədir burada. Təşbih var. Deməli, 3 ilə nəsə dəyişməlidir. 3 ilə nə var burada? 4 və 5. Elə dayanırsan, sən elə bir qarşısında quru bir daşam. Daş kimiyəm. Bu da təşbihdir. Bunu dəyişməyə ehtiyac yoxdur. Elə olacaq 3 ilə 5. Məni xəbər alsa gül üzlü canan, salam deyərsən yara, buludlar. Buludların salam deməsi bu metafordur. 3 ilə 5-in yeri dəyişməlidir. Cavabımız olur A variantı. 80-də. Cahargah əfsanəsi ilə bağlı doğru fikir müəyyən edin. Səfərə çıxmaq üçün kərvan başçısı alimlə şərt kəsir. Yanlışdır. Alim kərvanla başçısına şərt kəsir. Hökümdarın atlıları yorğunluqdan yuxulayırlar. Bu da səhvdir. Hökümdarın alimi saraya çağırmasının səbəbi elmə verdiyi yüksək dəyər idi. Səhvdir. Alim saraya gəlməməsinin səbəbi kimi xalqın içində qalmaq istədiyini göstərir. Səhvdir deyir. Bu saraya mən layiq deyiləm. Ona görə daha yüksək savadlı adamlar layiqdir. Hökümdar və vəzir daha rüsvay olmamaq üçün sual vermək fikrindən yayınırlar. Bəli, elə bir dənə sual verirlər, sonra daha vermirlər. 81. Ad dəyişmədən istifadə olunmuşdur. Yəni metonimiya. Kənd ayağa qalxıb, bəli, var. Şəhər meydanlara üst tutmuşdur. Şəhərdəki insanlar, burada ad dəyişmədir. Günəş yer üzünü salamlayır. Bu ümumiyyətlə metafordur. İkini çıxırıq. Vətən qələbə sevincini yaşayır. Vətəndəki şəxslər. 1-3. E variantı. Azərbaycan şifahi xalq ədəbiyyatı haqqında yanlış fikirdir. Deməli, xalqımızın tarixi və mədəniyyəti haqqında məlumat verən əsas mənbədir. Doğrudur. Ümumtürk folklorunun mühüm tərkib hissəsi doğrudur. Ədəbi növlərdən yalnız ikisinə aid yaradıcılıq nümunəsi vardır. Səhvdir. Hər üçünə aid şifahi xalq ədəbiyyatı nümunəsi var. Dramatik növdə, lirik növdə də, epik növdə də. Cavab olur C variantı. 83. Metafor, mübaliğə. Əlamətin köçürülməsi əsasında yaranır. Bəli, bir doğrudur. Emosionallığı artıran sintaktik fiqurdur. Sintaktik fiqur deyil. Mübaliğədir sintaktik fiqur. 2 çıxdı. Hadisənin qabarıq şəkildə təqdimatıdır. Bəli, 3. Bədii təsir gücünü artırır. Bu ikisinə də aiddir. Bir əşya özündən daha qüvvətli əşyaya bənzədilir. Bu təşbihə aiddir. Bu heç ümumiyyətlə ortaq xüsusiyyət deyil. Fikri obrazı şəkildə çatdırmağa xidmət edir. Bəli, bu ortaq xüsusiyyət. Cavab olur 1, 3 və 6. 84-cü sual. Qədim dövrə aiddir. Ortaq türk ədəbiyyatının formalaşması, bəli. Andilli poeziyanın inkişafı bu orta dövrdədir. Musa Şahabətin, İsmail ibn Yəsarın yaradıcılığı, bəli, doğrudur. Geniş həcmli epik poemaların yaranması bu intibah dövründən başlayır. Orta dövrdən, qədim dövrə yox. 4-də səhvdir. Cavab oldu 1, 3. Deməli 85-ci-də. Nümunəyə bağlı doğru fikirlər müəyyən edin. Payız gəldi, uçdu getdi quşlar, sən də getdin, bax yağdı yağışlar. Payız gəldi, qərib oldu dəniz, bu dənizin gözü yaşlı sənsiz. Bir əşya özündən daha qüvvətli başqa bir əşyaya bənzədilmişdir. Burada təşbih yoxdur, bənzətmə yoxdur, getdi. İnsan və təbiət hadisəsi vəhdətdə verilmişdir, bəli, 2. Hadisənin müəllifdə oyatdığı təsirat ön plana çəkilir. Lirik növdədirsə bu təsirat var, düzdür, 3. Aşıqın kədəri ilə təbiətin gözəlliyi qarşılaşdırmışdır, səhvdir. Bir əşyanın əlaməti digər əşyanın üzərinə köçürülmüşdür. Məsələn, deyir ki, bu dənizin gözü yaşlı sənsiz. Dənizin gözü yaşlı olmaq, insana aiddir də gözü yaşlı olmaq. Bu da 5. Cavab olur 2, 3, 5. Xaqaninin gənclərə nəsihət əsəri ilə bağlı doğru fikirlər müəyyən edin. Fitnəkar gənclərə müraciətlə başlayıb, pis insanlara müraciətlə yekunlaşdır. Səhvdir. Pis insanlara müraciət yoxdur.
Özündən kiçiklərə nəvazişin insanın kiçiltməyəcəyini bildirir. Bəli, 2. Ətrafdakılara dostluq münasibətini çoxaltmaq tövsiyə olunur. Səhvdir. Azaltmaq deyir. Az dostluq et, amma saz dostluq et. Nadan adamlarla xoş münasibətin xeyir gətirməyəcəyini bəhs edir. Bəli, 2, 4. Vəfa etibar yüksək insanı keyfiyyətə kimi mənalandırır. Bəli, doğrudur. Cavab olur 2, 4 və 5. 87. Deməli, Salır Qazanın evinin yağmalandığı boyda iştirak edən obrazları nəzərə alaraq uyğunluğu müəyyən edin. Burla xatun. Deməli, kafirin bayrağını qınızlayır. Bu qara günə aiddir. Salır Qazanın evinin yağmalamasında. A. 3A. 302 ilə Qazan xanın evinin keşiyində durur. Bu Uruza aiddir. 2-yə B. 2 arzu olmaz seçim qarşısında qalır. Bu Burla xatuna aiddir. 1-ə C. Qazan xanla ova çıxır. Bu qara günə aiddir. D. Qazan xanın məzəmmət edir. Heç birisinə aid deyil. Tülkü və qarğa. Deməli, təmsili verilir burada. Deyir, mətnə əsasında doğru fikirlər müəyyən edin. Yəqin ki, oxuyubsuz, oxumayanlar saxlayıb oxuya bilər. Növbətiyə keçirik. 88. Mətnin əsasında doğru fikirlər müəyyən edin. Qarğanın timsalında xoş sözlərə aldanan avam insanlar nəzərdə tutmuşdur. Bəli, doğrudur. Çünki o onu tərifləyir ki, qəşəng səsin var, səsindən şəfa tapım deyə oxu. O da ağzını açır, pendir düşür. Yəni xoş sözlərə aldanır, başlayır ağzını açmağa. Mətndə tülkü islah edici gülüş hədəfi obrazdır. Bu satirik gülüş hədəfidir. Tülkü obrazı hiləgərliyin simvoludur. Bəli, doğrudur. O hiləyə əl atır. Belə deyək, qarğanı tərifləyir. O da tərifə aldanıb ağzını açır, pendir düşür. Onu da tülkü yeyir. Deməli 1 ilə 3 aiddir. 89. Əsərlərin forma xüsusiyyətləri baxımından müqayisə edin. Tülkü və qarğa deməli nəzmlə yazılıb. Nəzmlə. Basadın Dəvəcözü öldürdüyü boy isə bu nəsrlə yazılıb. Nəsrlə yazılmış əsərdir. 90-da təqdim olunan nümunə əsasında cədvəl tamamlayın. Təşbih işlənmişdir. Deməli təşbih harda işlənib? Baxın burada deyir ki, tüklərindir ipək kimi parlaq. Tüklər nəyə bənzədilib? Parlaq ipəyə bənzədilib. Yəni qarğanın tükləri. Bunu təşbih nümunəsi kimi qeyd eləmək olar. Bu qədər, hər birinizə uğurlar.